Araz çayı. Sovet Azerbaycanı ile İran Azerbaycan arasındaki sərhəd buradan başlanır. Bu qədim körpülər uzaq zamanların yadigarıdır. İndi iki sahili biri-birindən ayıran bu körpülər bir vaxt var idi ki, onları birləşdirirdi. Araz. Bu söz nə qədər əziz və kədərlidir. Hər bir xalqın bu cür sözləri vardır. Tarixin vərəqələrinə yazılmış belə sözlər ötən günlərdən xəbər verirlər. Araz, Azərbaycanı ikiyə ayıran çay, xalqın böyük bir qismini yadlar əlində qoydun. Ellər, aşıqlar səni göz yaşı deyib çağırırlar. Köşkü balaban Araza baxar, Arazın suyu gözlərdən axar. Sahilləri bir-birindən ayıran məsafə o qədər azdır ki, çayın o tayında nələr olduğunu bu tərəfdən görmək olur. Bu, Arazın o tayıdır. Savalan dağı. Xalqın keçmişi, ölkənin əfsanələri, yiğitlərin mərdliyi bu dağın adı ilə bağlıdır. Vətənimizi ərəb qəsbkarlarından qoruyan qəhrəman Babəkin yaratdığı məşhur Baz qələsi də buradadır. İndi burada hər şey qədim zamanları xatırladır. İndi də köçərilərin sürüləri Savalan dağının ətəklərində otlayır. Köçəri şahsevənlər hər il Muğan düzlərindən buraya axışıb, yaylaqlarda öz çadırlarını qururlar. Babalardan qalma həyat tərzi, köhnə qaydalar, köhnə üsullar. Bu torpaq çox cahangirlər görmüşdür. Lakin cahangirlər gəlib getmiş, Azərbaycan xalqı isə öz dilini, adət və ənənələrini, böyük mədəniyyət abidələrini hifz edərək yaşamışdır. Cahangirlərə qənim kəsilən qəhrəmanların şəkillərini isə xalqımız öz əli ilə qayalara həkk etmişdir. Bu qədim yollardan çoxlu karvanlar keçmişdir. İndi də karvanlar bu yollardan keçərək, dincəlmək üçün gölün ətrafında çadır qurur, onun isti sularından qüvvət alırlar. Bu sular yorğun yolçuların həmişə pənahı olmuşdur. Ərdəbil, Sərab və Təbriz şəhərlərinə gedən bu müasir şose yolları, bu avtomobil çox qəribə görünürlər. Astara çəltik zəmiləri. Burada torpağı sevən, onun üçün alın təri axıdan zəhmətkeş bir xalq yaşayır. Lakin bu torpaq onu becərənlərin və bəsləyənlərin deyildir, ərbabındır. O, bu torpaqda işləyənlər üçün amansız qaydalar və qanunlar qoymuşdur. Kəndlilər dilənçi bir ömür sürürlər. Ölkə zəngin, xalq isə fəqir və avamdır. Yalnız Ərdəbildə deyil, hər tərəfdə, ölkənin hər yerində taxılı bu cür ibtidai dövrdən qalma bir üsul ilə döyürlər. Kəndlilər bol məhsul toplayırlar. Lakin məhsulun çoxu kəndlinin deyil, ərbabındır. Təbiət Azərbaycan torpağından heç bir şey əsirgəməmişdir. Bu torpaqda dügü və taxıl zəmilərindən başqa geniş tütün və çay tarlaları vardır.
bağlarda bol meyvə yetişir.